Salam YouTube izləyiciləri. Bu günləri mən sizə internetdən, Google-dan necə Clash of Clans oyunu yükləməyini göstərəcəm. Ancaq öncəliklə əvvəlcə sizə bir-iki sözüm var. Clash of Clans oyunu yükləməzdən əvvəl bilin ki, Clash of Clans yükləndi. Onu bax belə ekranda saxlayın. Yüklənəndən sonra onu heç bir halda hansısa bir papkanın içine atmayın. Əks halda Clash of Clans oyunu açılmaya da bilər. Sizə məsləhətim budur ki, onu atmayın. Çox zaman ekranınızda saxlayın. Onda o yüklənməyə bilər. Məsələn, yüklənəndən sonra girdiniz oyuna, oyun açar, girib oynayacaqsınız. Amma səhər durduğunuzda təzədən girdiyinizdə o ekrana girmir yazısı gələcək, xəta yazısı gələcək. Bu da sizi narahat edə bilər. Clash of Clans yükləndikdən sonra bu proqram da onun arxasında yüklənir. Bax, bunu da atmayın, bunu da saxlayın. Bu Clash of Clans'ın aid bir proqramdır. Bunu da silməyin. Əks halda Clash of Clans açmayacaq. İndi sizə Clash of Clans'ı internetdən necə yüklənir onu göstərəcəm. İşinə görə də Google'a giririk. Buradan dovland.cinet.com saytına giririk. Burada dovland.com. Bax, burada axtar yerində Clash of Clans yazır. Bu yazan kimi Clash of Clans yazısı gəlir. Gördüyünüz kimi 2 tane Clash of Clans göstərir. Amma bunlardan hansı sizin kompüterinizə uyğundur? Buradan məsəl üçün platform, məsəl üçün Almat, iOS, Android və hansı kompüterinizə hansı aid olduğu üçün görəcəksiniz. Məsəl üçün mənim kompüterim Windows olduğu üçün budur. Digər Clash itdi. Burada gördüyünüz kimi Clash of Clans Windows PC gəldi. Buradan Dovlanda basaraq oyunu yükləyirsiniz. Məndə yüklə olduğu üçün yükləmirəm. Ancaq Clash of Clans oyunu 3 saat, bax, bu qədər vaxtda 3 saata yüklənəcək. Yadınıza salım ki, dovland.cinet.com saytına girərək oradan Clash of Clans yazıb, hansı kompüter hansının olduğunu seçib Clash of Clans'ı yükləyə bilərsiniz. Yükləndikdən sonra Clash of Clans'a girəcəksiniz. Məsəl üçün sizə girib göstərim. Belə bir pəncərə, belə bir yer açılacaq. Açıldıqda tablet kimi, bu açılacaq. Tablet kimi göstərəcək. Tablet ekranı, planşet ekranı kimi göstərəcək. Buradan sizə hazır Gmail'iniz varsa, hansısa Clash of Clans Gmail'iniz varsa, profiliniz varsa buradan yazıb girə bilərsiniz. Yoxdursa yenisini açıb girə bilərsiniz. Mən sizə dediyim söz bu qədər. Videonu bəyəndiysəniz abunə olmağı unutmayın. Sağ olun.